Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bakı və Bakı ətrafı ərazilərdə ciddi duman müşahidə olunur. Qatı duman var və bu isə o deməkdir ki, görmə məhdudiyyəti artıq sıfıra enir və belə havalarda xüsusilə diqqətli olmaq lazımdır. Həm də hidrometeoroloqlar bununla bağlı proqnoz verir ki, yaxın bir neçə gün ərzində Bakı və Bakı ətrafı ərazilərdə və bir çox bölgələrdə belə dumanlı hava müşahidə olunacaq. Əsasən də axşam saat 20-dən gecə yarıya qədər duman müşahidə olunacaq. Həmçinin səhərin erkən saatlarında da bax belə qatı dumanlı hava müşahidə olunacaq. Ona görə də nə etmək lazımdır? Yollara çıxanda, xüsusilə də avtomobil idarə edəndə diqqətli olmaq lazımdır. Avtomobillərin duman əleyhinə işığından istifadə etmək, qarşıda gedən nəqliyyat vasitəsilə ara məsafəsini saxlamaq və sürət həddini aşmamaq. Çünki biz bilirik ki, məhz belə dumanlı havalarda ciddi qəzalar baş verir. Diqqətli olaq, ehtiyatlı olaq ki, gedəcəyimiz mənzilə sağ-salamat çataq. Bizi izləmədə qalın.